Əziz qonaqlar, konsertimizin son musiqi nümunəsinə gəldik bu sıra. Bilirsiniz ki, konsert hər zaman sonda kim bitirir? Ulduz bitirir, ən yaxşı ifaçı bitirir. Və bu gecənin ulduzu görək oturmu? Görək. İndi isə səhnəyə dəvət edilir. Oxuyacaq Elvis Presley repertuarından Hound Dog. Ümid edirəm alqışlarla və rəqslə, istəsəniz siz də rəqs edə bilərsiniz. Azadlı son nömrədir. Ülvi! Yox, qılınca yox. Ülvi Əhmədov! Əziz dostlar, istərdim ki, bəzi sirləri sizinlə bölüşüm, paylaşım. Deməli, 1 aprel konsertində birinci nömrəmiz bəlli idi o heç. Ancaq ürəyim istəyən kimi olmadı. Çünki bəzi dostlarım küstülər ki, onlara birinci sırada yer ayırmamışdır. Hansı ki, o dostlara elan eləmişdir ki, tez gəlsinlər. Ancaq küstülər bizdən. Olsun, olsun. Gəldi, keçdi ikinci nömrəmizə, pişiklər. Pərvanə Sultanova, Bakı Musiqi və Güzel Nazifələrlə Bakı Musiqi və Güzel Nazifələrlə ikinci sınıflara başlayır. Nuray İsmailova, Güzel Nazifələrlə Bakı Musiqi və Güzel Nazifələrlə daha sonraki nömrədə bizdə Kerubino gəldi. Sevinç Ağayeva. Sevinç Ağayeva vokal ifaçısı deyil. O Bakı Musiqi Akademiyasını musiqi müəllimliyi üzrə bitirmişdir, o məzunudur. Fərqli dərslər almışdır və Sevinç xanım bugün bizim qarşımızda bir vokal ifaçısı kimi çıxış etmək istədi və qeyd edim ki, Sevinç xanımın xəbəri yox idi ki, Carmen Aryasında onu gəlib kömək eləməyəcəklər. Mən onu aldatmışdım, demişdim ki, sən bir hissəyə qədər oxuyursan, sonra Nuray gələcək və səni kəsəcək. O da arxain olmuşdu, Aryanı oraya qədər öğrenmişti. Ne oldu? Nuray gelmedi. Sevinci almışlar. Cavidan Babazadə, Tofiq Quliyev adına 12 nömrəli, 11 illik musiqi məktəbinin 11-ci sinif şagirdidir. İstər Bakı Musiqi Akademiyasının rəhbərliyinə, ələxüsus da Tofiq Quliyevanın 12 nömrəli musiqi məktəbinin rəhbərliyinə təşəkkür edirəm ki, bizim üçün baxmayaraq ki, çalışmırıq, ancaq onlar hər zaman dəstəyimizin, heç bir zaman dəstəyimizin əsirgəmirlər, bizim yanımızdadırlar. Təşəkkür onlara, alqışlar. Daha sonra yeni tipitaydı, Nuray'a hiçbir sürpriz etmemiştim. Daha sonra Süsen'den hiçbir Süsen Hanım Abbasova, Üzeyir Hacı Beyran'la Bakı Musiqi Akademiyası'nın estrada daha sonra Ramal İbişov'u alkışlıyoruz. Ramal İbişov, Tofiq Quliyevanın 12 nömrəli musiqi məktəbinin məzunudur. İndi isə Ali Təhsil Ocağında, konservatoriyada təhsil alır. O da bizimlə olmaq istədi və bizə qoşuldu. Onu alışlayırıq.
Ülvi Əhmədov. Üzrü çatın. Ülvi Əhmədov gəlir. Ülvi Əhmədov Üzeyir Hacı Bəyazla Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsidir. O da çox böyük tərəddüd edirdi ki, rock əsəri ifa eləmək üçün. Ay müəllim, mən akademik vokal ifaçısıyam. Necə oxuyacam, necə alınacam? Alındım onda ifadə. Kənan Rəhmanzadə ayağını vurdu. Bəli. Kənan Rəhmanzadə Üzeyir Hacı Bəyazla Bakı Musiqi Akademiyasının məzunudur və bas baritondur. Deməli, biz Kənana istədik ki, belə bir zarafat edir. Siz bilirsiniz ki, bəzi vokal müəllimləri tenordan bariton, baritondan tenor, sopranodan mezzo etməyi sevirlər bəzi. Yanlış əlbəttən edirlər. Və biz də düşündük ki, bizim dostumuz, Üzeyir Hacı Bəyazla Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Respublikasının Xalq Artisti Professor Xuraman xanım Qasımovanın sinfindən məzun olan Səməd dostuna bir sürpriz vermək istədik. Deməli, Səmədin xəbəri yox idi ki, o bugün səhnəyə çıxacaq. Kənanla olan dostlar. Biz düşündük ki, Kənanla tenor partasını verək və Səməd də düşünsün ki, İlham müəllim nə dərəcədə savadsız müəllimdir. Tenorun partiyasını oxudur. Və Kənan artıq bir 10 gündür ki, Səmədə deyir ki, Səməd mənə kömək elə, mən necə edim? Müəllim deyir ki, tenorsan, mən necə ona qarşı çıxım müəllimə, necə qarşı çıxım? Və Səmədi biz başımız pişirdik, bugün məşqə gətirmişdik ki, oxusun burada görək, öyrənsin bizə tenor oxumağa. O da bugün gəlir, məşq prosesində oxuyur, o düşünmədi ki, biz onu oxuduruq ki, görək səsi yerindədir, mümkün səhnəyə çıxacaq, ona ayıb olmasın, onu pislədir. Səmədi almışlar! Ramal da bizim Tofiq Quliyev adına 12 nömrə musiqi məktəbinin şagirdlidir və o da dedi ki, müəllim, sizi çoxdan görmürəm və çox istərdim ki, konsertə gəlin, sizi görün. Biz də fikirləşdik ki, Ramal, gəl belə bir sürpriz edək bu cavan oğlanlara. Gəl sən qalx səhnəyə, deyir ki, müəllim. Mən də Ramal demişəm mənə məktəbdə deyirdi ki, müəllimə. Dedim, o müəlliməni də işlər, orijinal olsun. Müəllimə və elərin xəbərləri yox idi ki, Kənandan başqa, ki, bugün Ramal səhnəyə çıxıb oxuyacaq. Onlar üçün də bir təcrübələndirlər məncə və Ramalı apardı. Onu almışlar. Ən böyük alqış, bu igid, deməli. Üzeyir Hacı Bəyazla Bakı Musiqi Akademiyasının 2-ci kurs tələbəsidir, fortepiano fakültəsində. Onun müəlliminə təşəkkür edir. Bilirsiniz ki, onun müəllimi? Bəli. Əlbəttə ki, bu konserti etmək üçün bizə dəstək lazımdır. Və Milli İncəsənət Muzeyi bizə hər zaman dəstək olur. Yəni, biz zəng edib rica edəndə ki, çox istərdik belə bir konsert eləyək, aprel 1 üçün zarafat, gülüş konserti. O, rəhbərlik tərəfdüzü bizə deyir ki, qapımız açıqdır, biz sizə güvənirik. Onlara almışlar. Ən böyük alqışı sizlər üçün. Konsertimiz sona çattı. Çok sağ olun, var.
Ulala International, el programa creado para ti. Cultura, historia, música, deportes, gastronomía, entrevistas en vivo. Ulala International, bajo la dirección de David Espinel García.